Və burada sözünüzü kəsim. Buyurun. Ümumiyyətlə ailə qurandan sonra dərhal uşaq olmalıdır yoxsa yox? Baxın, heç bir psixoloq dünyada bu suala cavab vermək haqqı yoxdur. Çünki bununla da bağlı çoxlu araşdırmalar olubdur və onlar iki hissəyə bölünür. Bəzi araşdırmalarda biz fərdi baxmalıyıq. Bəzi araşdırmalarda göstərilir ki, dərhal uşaq olması bir ayrı problemlərə yol açır. Bəzi araşdırmalar bu yaxınlarda onların hətta paylaşımı edildi, onların üzərində iş davam edir. Bəzi araşdırmalar göstərdi ki, uşaq planlananda, indi bilmirəm, ya ilahi hikmətdir, ya nədirsə, uşaq aşırı planlananda bir çox ailələrdə yüksək faiz nisbəti ilə sonra uşaq olmaqda problem olur. Maraqlıdır. Bəli. Çünki insan öz təbiətini axıra qədər bilmir. Hə, quruluşumuz. Biz hələ bilmirik ki, bu müasir dünyanla, texnologiyanla, sosial şəbəkələrlə Bizim təbiətə qarşı harda çıxırıq, harda çıxmırıq. Adi bir misal o dişlərin çıxarılıb yerinə nəsə taxması. Bəli. Onunla bağlı qərbdə bir çox adlı sanlı stomatoloqlar var ki, dava edir ki, etməyin, bədəndən parçalamayın və s. çox araşdırmalar gedir onunla bağlı. İndi bizim cəmiyyət kənardan nə gəldi, hop stop göydə qəbul edən cəmiyyətlərdəndir. Biraz başımızı işlətməyi sevməyən insanlardanıq və ona görə də bunların kökünə getmirik. Ona görə də mən deyə bilmərəm ki, dərhal uşaq olsun, olmasın. Bəzi insanlar daha hazırlıqlı. Fikirləşir ki, elə evliliyin başında 1, 2, 3 övladım olsun, gənckən, gücüm olanda. Daha sonra özümü həsr etdim uşaqların inkişafına və öz ailəmin inkişafına. Amma yenə deyəm, apar topar və düşüncəsiz olanda problem yaranır. Və daha sonra bəzən də olur ki, uşaqlar dünyaya çox gec gətirilmək planlaşdırılır, qismətdən uşaq olmur. Amma idealda təbii ki, necə olsa daha yaxşıdır. İnsanlar bir-birini daha yaxın tanısınlar, öz arasındakı problemlər, xəmir yoğrulsun, ondan sonra uşaq olsa daha yaxşı olar deyə düşünürəm. Amma qismət Allahdan da deyirəm təbii ki.